Diqqət, kanalımıza abunə olun ki bu tipli videolar gəlsin. 2025-ci ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı 0,2-6 dərəcə olub. Bu barədə Pancomi TV-yə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, 4 gün normadan aşağı 0,2-1,2 dərəcə bir gün norma daxilində olub, orta aylıq temperatur isə müsbət 20,4 dərəcə qeydə alınıb. May ayı ərzində ölkə üzrə maksimal temperatur mayın 31-də Kürdəmirdə 37,6 dərəcə isti, Bakıda və Abşeron yarımadasında isə mayın 30-da 33,5 dərəcə isti qeydə alınıb. Minimal temperatur isə ölkə üzrə mayın 7-də Şahdağda 1 dərəcə Şaxta, Bakıda və Abşeron yarımadasında isə mayın 1-də 9,8 dərəcə isti müşahidə olunub. May ayında əksər bölgələrdə yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Bölgələr üzrə 25 gün yağıntılı hava şəraiti müşahidə edilib. Ən çox yağıntı aylıq normanın 203% olmaqla mərkəzi Aran zonasına, Hacıqabul 54 mm və aylıq normanın 68% olmaqla Bakı və Abşeron yarımadasına Maşdağa 14 mm düşüb. Ölkədə may ayında 27 dəfə dolu hadisəsi qeydə alınıb. Dolunun ən böyük diametri Kəlbəcər rayonunda 30-35 mm olub. May ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 12 dəfə sarı və narıncı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 17 gün, bölgələrdə isə 22 gün hava şəraiti küləkli keçib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, həmçinin bölgələrdə 28 m güclənib.